Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bir qədər bundan əvvəl mənə mühüm bir sual yönləndiriblər. İstədim o sualın cavabını hamınız eşidəsiniz, hamımız üçün faydalı olsun. Deməli, sualı deyilir ki, Azərbaycanda dindən danışan bəzi adamlar deyirlər ki, bizə ərəbin dini, ərəbin mədəniyyəti lazım deyil. Bizə özümüzün ənənəvi İslamı lazımdır. Bu haqda nə fikir bildirə bilərsiniz? Əvvəla qeyd edim ki, bunu deyən adamlar mədəniyyət məsələsində doğru deyirlər. Hər ölkənin öz mədəniyyəti, öz adət-ənənəsi var. Və biz dinə müxalif olmayan mədəniyyətimizi, adət-ənənələrimizi inkişaf elətdirməliyik. Ona uyğun hərəkət etməliyik. Allah Subhanahu Teala Qurani Kərimdə Əraf surəsinin 31-ci ayəsində deyir ki, məscidlərə getdikdə gözəl geyimlərinizi geyinin. Yəni, öz mədəniyyətimizə uyğun geyimləri. Bu bir misal idi. Belə misallar çox çəkmək olar. O ki, qaldı dinə aid məsələlərdə o ərəbin dini və s. deyilməsində bunda həmin adamlar yanılırlar. Yəni, bu yanlış fikirdir. Ərəbə məxsus bir din yoxdur. Din bütün bəşəriyyətə göndərilib. İslam dinini Allah Subhanahu Teala bütün bəşəriyyətə göndərib. Və bu din mənbəsi nəyə istinad edir? Yəni, nədən biz qaynaq olaraq istifadə edirik, dinimizi öyrənirik? Allahın kitabından və Peyğəmbərinin sallallahu aleyhi və sələmin kəlamlarından. Kim ki deyir, bizə ərəbin dini lazım deyil, ona bir sual vermək istəyirəm. Azərbaycanda mindən çox məscid var və bu məscidlərin bir qismində əhl-i şiə imamları, bilirik ki, Cəfəri məzhəbindədirlər, yəni Cəfər-i Sadiq, Muhammed Baqirin oğlu Cəfər-i Sadiqin məzhəbi ilə gedirlər. Bir qismində də digər imamlar da Hənəfi məzhəbində, Əbu Hənəfənin məzhəbi ilə gedirlər. Rahiməhumullah. İndi sualım belədir. Məyər Cəfər-i Sadiq, Əbu Hənifə ərəb olmayıb? İndi biz deyək ki, bu imamların özdə dövlət tərəfindən təyin olunmuş imamlar ərəbin məzhəbi ilə gedir, ərəbin dinini yayır. Əlbəttə ki, bunu demək məntiqsizlikdir. Azərbaycan qanunvericiliyində nə deyilir? Hər kəs öz dinində, yəni istənilən dini qəbul etməkdə azaddır. Eləcə də istənilən məzhəbi qəbul etməkdə azaddır. İndi kimsə bir məzhəbi qəbul edib o məzhəblə gedirsə, onu vətən xaini, düşmən hesab etməliyik, yoxsa qanunvericilik ona azadlıq verir ki, öz dinini yaşasın, özünün seçdiyi dini yaşasın. Buna deyilir, həqiqi mənada azad, yəni dində olan azadlıq. İndi əsas məsələyə gələk. Əgər hər hansı bir məzhəbdə olan, nəinki İslamda, başqa dinlərdə də olanlar öz dinindən, məzhəbindən, təriqətindən, firqəsindən sui-istifadə edərək dövlətin əleyhinə təbliğat aparsa, dövlətə qarşı çıxsa, radikal fikirlər yaysa, terrora meyilli olsa və s. Və o zaman əlbəttə ki, həmin adamın hərəkəti qəbul olunmayacaq. Bunun dinə, məzhəbə, təriqətə heç bir aidiyyəti yoxdur. Cəfəri məzhəbində olanlar da, Hənəfi məzhəbində olanlar da, digər məzhəblərdə olanlar da təvhid əhlidirlərsə, hamısı bizim müsəlman qardaşlarımızdır. Odur ki, belə sözlər istifadə etdikdə ki, ənənəvi İslam, yəni ancaq Azərbaycan mədəniyyəti yaxşıdır, digərləri pisdir, belə fikirləşmək yanlışdır. Dində olanların hamısı qardaşdırlar
Allah Subhanahu taala Quranda buyurduğu kimi müsəlmanlar qardaşdırlar və biz də bunu belə qəbul etməliyik. Allahdan istəyim budur ki, Allah bizə haqqı haqq olaraq göstərsin və bizi haqq yola yönəltsin, ha belə batili bizə batil olaraq göstərsin və bizi ondan uzaq eləsin. Subhanəkallahumma və bihamdik, əşhədu ən la ilahə illə ənd, əstəğfiruka və atubu ileyk.